Dəniz nömrə 1. Dəniz məhsullarının nə yeyib bəlirsiz yenilə zaten görmüşük. Belə yeyə biləcəyiyorsunuz. Sushi çubuqları. Çubuqlarımız buradadır. Səndə Samuray. bir ədəd dəniz tarakanı var. Həqiqi çubuq veriblər ha. Yəni ki, lobsterimiz var. Sonra belə asorti şəklində yenə Asobaya. birinci dəfə gördüyümüz dəniz şeyləri var. Burada nə var? Midye. Kalmar var. Midye var. Orada krevetkası var. Bu setin qiyməti yalnız Yalnız sual. sual çərəsində. Yalnız cibinə bərəkət. Burada da yenə krevetkamız var. Bu kalmar çox dadlı olur yerlərdən. Azərbaycanda Bakıda ən dadlı yerlərdən biri NCS zavodunda verilir. Böyük bir şey çıxacaq sanki Pivəsi oradan. də həmçinin. Burada nəsə bir üstümüzə sıçramasa yaxşı. Deyirlər bu tam ölmür. Özdə bunun qanla deyir mavi rəngi olur. Ümid edirəm kəsik göndərir. Bu da bizim lobsterimiz. Oo. Bəli. Böyle. Mexanizm işte. Belə barmağım. Lobster. Nə şey? Böyük bir Limon sıxdırdı ona belə. Arasına bir dənə limon qoy. Çizdiler onu. Bilal Yo kısıl yo. aldılar. Limonu arasına sıxışdır ki o sıxır. Kısıl aldılar. O fason. Ailə də. Bilin. Ay sağ. Bundan çox dirəksə gedib işləyib eləyər də bu. Nə var, hər şey bacar. Sıx bir dənə limonu. Limon sıx öz üstünə. Oba. Super. Erməni ye.